Təəssüf ki, günümüzdə şaha qarşı başlanan kampaniyada iştirak edən xeyli sayda sünni qardaşlarımız var. Onlar hər dəfəsində bildirirlər ki, Şah İsmayıl Azərbaycanı qılınc gücünə şiələşdirərək bölgədə kütləvi qətllər törədib. Hətta bəziləri bildirirlər ki, Şah təkcə Azərbaycanda yox, ümumilikdə İslam dünyasında dini bölərək sünni-şiə arasında ziddiyyətlərin güclənməsinə səbəb olub. Bu iki iftiraya eyni anda cavab vermək yerinə düşər. Birincisi, Azərbaycanda Səfəvilərdən əvvəl Hülakülər və Qaraqoyunlular kimi şiə dövlətləri mövcud olub. Bu da o deməkdir ki, Səfəvilərdən əvvəl Azərbaycanda şiəlik mövcud idi. Bütövlükdə İslam şərqində isə şiə Fatimilər, şiə Qərmətlilər və şiə Buveyhlər kimi dövlətlər fəaliyyət göstərib. Ölkəmizdə sünnilərin qətl edilməsi məsələsi də günümüzdə mübahisə doğuran mövzulardandır. Ancaq tarixdə bəzi məqamlar var ki, şahın sünnilərə mənfi münasibət bəsləmədiyini deməyə bizə əsas verir. Məsələn, 1501-ci il Bakının fəthindən sonra Şirvanın daxili müstəqilliyinə toxunulmadı. Bununla bərabər